Qadın həyat yoldaşının kasıblığını üzünə vurmasın. Niyə? Bəzən qadınlar əsəbdən giləy güzaran eləyir. Sən heç nə edə bilmirsən, başqalarının ərinə bax. Amma bilmir ki, bu söz bir kişinin qəlbini sındırmaqla kifayətlənmir, ailənin bərəkətini də aparır. Çünki İslamda belə buyurulur, qəlb qırmaq böyük günahdır, xüsusilə ər-arvad arasında. Kasıblıq ayıb deyil. Ayıb olan, insana güc çatmayan şeyə görə onu alçaltmaqdır. Bəs niyə bu sözlər bu qədər təhlükəlidir? Çünki bir kişi evinə çörək gətirmək üçün hər gün 1000 çətinliklə mübarizə aparır. O bəlkə də gecələr narahat yatır, evimə necə baxım deyə düşünür. Bu yükün üstünə bir də həyat yoldaşının tənəsi gələndə onun həm qəlbi, həm kişiliyi əzilir. Quran buyurur, gözəl söz və bağışlama, arxasınca incitmə gələn sədəqədən daha yaxşıdır. Yəni, ərini incitməklə ailəyə bərəkət gəlir.